Bir dəfə xalq artisti gəlib verilişə, Azərbaycan Respublikasının xalq artistidir. Gəlib oturub, qara demək kofta geyinib, evdən çıxa-çıx bilmirəm, doğğa olub, ya ayran olub, götürüb çəkib başına. O da ağzının qırağından dağılıb, bax bura, bütün doğğa ya qatıq ləkəsi da belə, koftasının qabağı. Görünür ki, bir 15-20 gündə bunun saçına su dəymir. İnanın, inanın. Yanında da oturmuşam, qoxudan baş çatlayıb, tər qoxusundan. Salam dostlar, xoş gördük. Elgiz xalq artistini belə təhqir elədi. Əziz biznesmenlər, hansı ölkədə olmağınızdan asılı olmayaraq, meyvə tərəvəzi, istənilən ərzaq növünü, inşaat mallarını və digər yüklərinizi Step Transport vasitəsilə quru yolla istənilən ölkəyə çatdıra bilərsiniz. Əlaqə nömrəsi 055 217 80 90. Dəyərli dostlar, baxın, deyə bilərsiniz ki, bu xalq artistidir, özünə hörmət qoyub, çimib efirə gedərdi, üst başına fikir verərdi. İndi bilmirəm, ola bilər imkanı olmayıb, şəraiti olmayıb, ya da lap tutaq ki, həqiqətən də gedib ora, belə gedib, belə bir vəziyyətdə məsuliyyətsizlik eləyib, şəraiti olduğu halda, amma Elgiz bunu efirdə deməməli idi. Mən başa açmıram, bu mıtırışı ancaq efirdəki söyüşlərə və yaxud da başqa şeylərə nəzarət elə, amma belə şeylərə də nəzarət olunmalıdır. Yəni, efirdə ağzına gələn aparıcılar illərdir də efirdədir, heç bir şey də deyilmir onlara, təbii ki. Ha toy olsun verilişi bağlayıblar hansı ki illər öncə. Ha bu cür danışmaq, yəni eyni şeydir. Elgizdə ümumiyyətlə belə bir şey var ki, efirə əqli qüsurlu adamları çağırır, onları oxutdurur, rəqs elətdirir filan bəs məkan reyting xatirinə. Onları alçaldır bir sözlə. Sanki özü böyük bir sanki özü böyük bir adammış kimi. Nə bilim, biri gəlir, onun xarici görünüşünə söz deyir. Sanki özü belə bir dünya yaraşıqlısıymış kimi, özü çizgi filminə oxşayır. Yəni, sözüm ondadır ki, buradan Elgizə demək istəyirəm ki, sən o insanları çağırıb aşağılamaqla, alçaltmaqla, yəni heç bir şey əldə eləyə bilmirsən. Reyting əldə eləyirsən, amma hörmət əldə eləmirsən təbii ki. İndi xalq artistidir, gəlib ora, lap sən onu görmüsənsə o vəziyyətdə, efirə buraxmazdın. Efirə buraxmısansa sonra arxasıca danışmaq nədir? Yəni, efirdə bir insanın ümumiyyətlə qüsurunu, söhbət hansı qüsurlardan gedir? Yəni, bu kimi şeylərdə ictimaiyyətə yaymaq, halbuki o ilə aran ola-ola, o ilə münasibətin dediyinə görə yaxşıdır, ola-ola, sən sonra çıxıb onu ifşa edirsən, ad demir, amma insanlar artıq söhbəti tutur da, yəni o verilişə baxanlar bilirlər ki, söhbət kimdən gedir. Yəni, demək istəyirəm ki, əziz mıtırışı, yəni siz bilmirəm, necə iş görürsünüz, necə işləyirsiniz, nəzarət eləmək lazımdır. Mən bir şey deyim ki, Elgiz haqqında çoxdandır video çəkmirdim, açığı. Fikirləşirdim ki, nəsə də bağlayaq bu mövzunu, amma bunu gördüm, çox əsəbləşdim. O, xalq artistini də qınayanlar olacaq, təbii ki. Amma iş burasındadır ki, ən qınanılası adam Elgizdir. Yəni, bir adamın qüsurunu, fiziki qüsurunu, nə bilim, kök bir qız çıxır, ay qız, sən nə boydasan? Cəmaatın yanında belə bir şeylər deyir. Özü sanki ideal bir bədən quruluşuna sahibdir, sanki dünya yaraşıqlısıdır. Bu sən də Elgiz. Neysə dostlar, özünüzə yaxşı baxın, görüşərik, hələlik.